Salam, xoş gördük dəyərli Avtosaz izləyiciləri. Hər birinizi salamlayıram və kanalıma dəstək olduğunuza görə, kanalımı bəyəndiyinizə və paylaşdığım videolara baxdığınıza görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Çünki kanalım artıq istədiyim səviyyə yavaş-yavaş çatır və buna görə də mən sizlərə borcluyam, sizlərə təşəkkür edirəm və ümidvaram ki, bu formadakı dəstəyinizi gələcəkdə də davam etdirəcəksiniz və mən təbii ki, sizin dəstəyiniz olan yerdə maraqlı videolarla, maraqlı xəbərlərlə tez-tez qarşınıza çıxacam. Bəli, Avtosaz olaraq bugün daha bir mövzu ilə qarşınızdayım. Xüsusilə də Bakı dairəvi yolundan, yəni avtoban istiqamətindən tez-tez istifadə edən sürücülərimizə maraqlıdır bu xəbər. Ən çox da Bakı beynəlxalq avtovağzal istiqamətindən üzü qərb və cənub istiqamətinə tez-tez gedib gələn belə deyək, sərnişin daşıma ilə məşğul olan taksi sürücülərimiz var ki, bu xəbəri diqqətlə dinləsinlər. Bəli, bu yolda artıq Şamaxınka deyilən ərazidən Lökbatan dairəsinə qədər sürət həddində bir dəyişiklik var. Biz bilirik ki, bu yolda bəlli bir nöqtələrdə sürət həddi 100 km/saat sürəti ilə tənzimlənirdi. Bəzi yerlərdə 70 də görə bilərdik, hansı ki, üzü beynəlxalq avtovağzal istiqamətinə çata-çata biz o sürət həddinin aşağı endirildiyini görsəydik, amma əksər yerlərdə məhz avtobanda sürət həddi saatda 100 km ilə tənzimlənirdi. Artıq belə olmayacaq və yeni qaydalara, yeni qərara əsasən Şamaxınka deyilən ərazidən, Şamaxınka kimi tanınan ərazidən düz Lökbatan dairəsinə qədər avtobanda, yəni Bakı dairəvi avtomobil yolunda sürət həddi saatda 90 km ilə tənzimlənəcək. Yəni burada bu qərarı ona görə veriblər ki, səbəb onu gətiriblər ki, bu təhlükəsizliklə əlaqəlidir. Yəni sürücülərin təhlükəsizliyini təmin etmək üçün belə bir qərar veriblər və təbii ki, sürət həddi daha çox olan yerlərdə biz bilirik ki, tez-tez qəza halları baş verir. Məhz bu qəzaların qarşısını almaq üçün belə bənzər avtomagistrallarda sürət həddləri müxtəlif istiqamətlərdə, o qəzaların daha çox baş verdiyi nöqtələrdə aşağı salınır. Mən sadəcə soruşmaq istəyirəm, bu yoldan mütəmadi istifadə edən sürücülərimizdən doğrudanmı burada, avtobanda, Bakı dairəvi yolunda sürət həddinin 90-a endirilməsinə ehtiyac var idimi? Əslində, mən özüm də ümumiyyətlə sürət həvəskarı deyiləm, nə də sürət tərəfdarı deyiləm. Hər birimiz çox yaxşı bilirik ki, baş verən qəzalar yollarda, şəhər mərkəzində, kənarlarda baş verən qəzaların böyük əksəriyyətində başlıca səbəb hər zaman sürət həddinin aşılması olub. Və ona görə də bir mənalı şəkildə mən xüsusi olaraq belə deyim də, bu sırf öz fikrimdir, yəni fikrim olduğuna görə mən bu subyektiv fikrimi mən demək istəyirəm ki, sürət həvəskarı deyiləm, nə də sürət tərəfdarı deyiləm. Ona görə də sadəcə soruşmaq istəyirəm bəzilərimizdən ki, Bakı dairəvi yolunda, bəlkə əksəriyyətinin fikri fərqli ola bilər, hər kəs mənim kimi təbii ki, fikirləşə bilməz. Soruşmaq istəyirəm ki, Bakı dairəvi yolunda, yəni avtobanda sürətin birbaşa Şamaxınkadan Lökbatana doğru, yəni bu istiqamətdə 90-a endirilməsinə həqiqətən də ehtiyac var idimi? Bəli, soruşmaq istədim, bu sualı sizə ünvanladım və sizlərdən cavab gözləyirəm. Yazın, şərhlərdə fikrinizi bildirin, fikirləriniz maraqlıdır. Sizin fikirləriniz bizim üçün olduqca önəmlidir və hər birinizin fikirlərini önəmsəyirəm və sizləri şərh yazmaqda və bu videonun şərh bölməsində şərh yazmağınızı istəyirəm və kanalımı bəyənib, abunə olub izləməyinizi də sizdən xahiş edirəm. Eyni ilə də gəliş istiqamətində də həmin nişanları görə bilərsiniz. Baxın, radar da artıq 90 km/saatla getdiyimizə görə bizi çəkə bilməz. Bax belə.